Aşağıdakı proqram qruplarından hansı xidməti proqram deyil? Əvvəlcə proqram təminatını nəzərə salsaq, proqram təminatı sistem proqram təminatı, tətbiqi proqram təminatı və proqramlaşdırma vasitələri olaraq 3 yerə bölünür. Sistem proqram təminatı da baza və xidməti proqram olaraq bir neçə yerə bölə bilərik ki, xidməti proqramlar bizdə servis proqramlarıdır. Servis proqramlara da bizdə arxivatorlar, driverlər, antiviruslar, diagnostika proqramları və s. daxildir. Amma tətbiqi proqram təminatı ayrılıqda bir bölmədir və sistem proqram təminatının kənarda yerləşir. Tətbiqi proqramlar bizdə gündəlik həyatımızda, məsələn, iş həyatı olsun, məişət həyatı və s. bizim istifadə etdiyimiz, hər hansı bir tapşırığı yerinə yetirmək üçün, ya da hansı əyləncəmiz üçün istifadə etdiyimiz proqramlardır ki, bunlar nədir bizdə? Xidməti proqramlara daxil deyil. Deməli, cavabımız bizdə A variantı, tətbiqi proqramlar.